İngiliscə bilənə iş var yoldaşlar. Mən sizə bir neçə vakansiyadan bəhs etmək istəyirəm bu videoda. Əgər ingiliscə bilirsinizsə, bir təxminən 5 dənə vakansiyadan bəhs etmək istəyirəm. Demək, qeyd edim ki, onların arasında ən azı 900 manatlıq olan, daha doğrusu biri var. Gəlin elə ilk öncə ondan başlayaq. Baxın. Məsəl üçün, Smile Azərbaycan TUI şirkəti var. Orada bələdçi işçisinə ehtiyac var. Əsas şərtlərindən biri budur ki, rus və ingilis dilini yüksək səviyyədə biləsiniz, səlis biləsiniz. Və qeyd edeyim ki, iş öyrədilir yoldaşlar. Yəni təcrübə praktika keçirilir, rəsmi iş yeridir, tanınmış bir şirkətdir. Burada əmək haqqısı 900 manatdır. Üstəgəl də bonuslar da verə bilir sizə yoldaşlar. Belə bir iş fürsəti də var. Bundan əlavə naharda şirkət tərəfindən qarşılanır. Bundan əlavə məsəl üçün inzibati köməkçiyə də ehtiyac var. Reception işi var Finkada. Caspian Plaza'da olmalıdır. Yoldaşlar, bu işdə tələb budur ki, oxşar sahədə bir ilədək iş təcrübəniz olmalıdır. İngilis dilində fikrinizi ifadə etmə bacarığınız olmalıdır. Office proqramları üzrə bilikləriniz olmalıdır. Word, Excel üzrə. Və heç olmasa orta texniki təhsiliniz olmalıdır. Varsa, nə gözəl, ali təhsiliniz bakalavr üzrə. Bundan əlavə yoldaşlar, hava limanında iş var. VIP xidmətləri qrupunda Heydər Əliyev Beynəlxalq Aeroportundadır iş. Hava limanı biznes zallarında növbətçi işi var. 950 manat əmək haqqıdır. Bu, deməli yoldaşlar, bu xanımlar üçün olmalıdır. Bir dəqiqə dəqiqləşdirin. Bəli, xanımlar üçündür. Orta təhsilli olmalısınız. 20-39 yaşlı olmalısınız. Rus və ingilis dilini A2 səviyyəsində bilməlisiniz. Və gecə növbəsində işləyə bilməlisiniz. Çünki 2 növbəli iş rejimidir. 8-dən 8-ə, bir də axşam 8-dən səhər 8-ə. Nəqliyyat ilə də təmin edirlər sizi. Yəni o cəhətdən rahat olun. Burada həm mətbəx işi görürsünüz bir növ, həm də bir növ mühafizəçi qaçıq işdir. Misal üçün, gəlin misal verim sizə. Misal üçün, qida məhsullarının və qəlyantıların servis üçün hazırlanması, meyvələrin doğranması və yuyulması işi var, vəzifə öhdəliyiniz var. Digər cəhətdən isə biznes zallarda olan sərnişinlərə xidmət göstərilməsi, sərnişinlər üçün rahat mühitin yaradılması, zallarda olan mebel və avadanlıqlarından sərnişinlərin düzgün istifadəsinə nəzarət edilməsi işidir. Qaldı yerdə 2 dənə vakansiya, hansı ki, onlardan biri onlayn işdir yoldaşlar. Əgər ingilis dilini çox yaxşı bilirsinizsə, heç olmasa C1 səviyyəsində bilirsinizsə, bu vakansiyaya müraciət etməyi düşünə bilərsiniz. Evdən işləyə biləcəyiniz belə bir iş var. Hardadır? Fusion Call-dadır. Çağrı mərkəzi operatoru işidir yoldaşlar. Və təməl səviyyədə, basic səviyyədə belə desək, ingiliscə desək, Excel bilikləriniz olmalıdır yoldaşlar. Və məsuliyyətli, daxili, intizamlı bir şəxs olmalısınız. Burada da əmək haqqı qrafikləri var yoldaşlar. Məsəl üçün 800 manatlıq olan qrafiklər də var, 400 manatlıq olan qrafiklər də var. Yəni bu artıq sizin belə deyim qrafikinizdən asılıdır. Sonra Paydel Club'da reception işi var. Bu sizdən rus dilini tələb edir. Ən azı 20 yaş tələb eləyir ki, 20 yaşınız olsun yoldaşlar. Burada da əmək haqqısı 700 manat net əmək haqqı verir. Üstəgəl bonuslar imkanı da var. Bu işlərdə müraciət etmək üçün CV-niz olmalıdır. Əksəriyyəti CV tələb edir yoldaşlar. Elektron poçtalarına CV göndərməniz lazımdır bir çox hallarda. Bu işlərdə müraciət edəcəksiniz sizə və yaxud da digər, misal üçün, hava limanındakına, misal üçün, siz xüsusi link var, o link vasitəsilə müraciət edə bilərsiniz. E-mailləri yoxdur. Yəni, bəzi şirkətlər, xüsusilə də böyük şirkətlər, onlar artıq fərqli metod istifadə edir. Bəziləri e-mail, bəziləri mobil nömrə qoyur. Mobil nömrə qoyanlar adətən xırda şirkətlər olur və yaxud da xüsusi bir vəzifə olunur. Mobil nömrə qoyur, siz də əlaqə saxlayırsınız. Amma önəmli vəzifələrdə və yaxud da önəmli şirkətlərdə ya e-mail, yaxud da xüsusi bir link var, o link vasitəsilə siz CV-nizi göndərirsiniz. Bir sözlə, bu işlərdə müraciət edəcəksinizsə və yaxud digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub, diqqət eləsəniz görə bilərsiniz. Görə də bilmirsinizsə, bu videonun altında şərh yerində yazı ilə yazıb soruşa bilərsiniz.